Bəzən gülməyim gəlir. Nəyə? Bizdə son vaxtlar indi gəncləri günahlandırırıq ki, gənclər bir çoxu belə əndazədən keçib. Nə istəyirlər edirlər. Söyüşün biri bir qəpik, gözlərində bərəldirlər. Ay arvadlar, bu son vaxtların arvadlarına deyirəm. Bilirik arxanızda kimlər var, kimlər dayanıb. Gözlərinizi bərəldib, dava eləmib. O etik normadan kənar sözləri, ifadələri işlətməyin. Mənim özümə hər gün irad bildirilir. Zəng vurub deyirlər ki, Sara Səfra, etik bir norma var. Nə danışığınızda, nə davranışda ondan kənara çıxmayın da, yəni qeyri-etik ifadələr işlətməyin. Mən həmin adamlara deyirəm ki, siz bu efirləri görmürsünüz. Bunlar etikdən də belə etikdən də uzağa çıxıblar. Gözlərin bərəldə bir dənəsi var, mehriban. Gözləri də çıxıb hədəqədən. Utanmırsınız siz. Sonra da o bir verilişə gedirsiniz, əxlaqdan danışırsınız, tərbiyədən danışırsınız. Nə deyirəm? İndi bu dəqiqə bir belə adətən nə halını alıb. Filan kəs o muğamı oxumasa, oxuya bilsə, belə oxuya bilməsə mən sənətdən gedəcəm. Nə bilim, filan kəs Bayatı Şiraz oxuya bilməsə, mən sənətdən uzaqlaşacağam. Elə qarşınıza məqsəd qoyun. Deyin ki, o Bayatı Şiraz oxuya bilməsə, bir dənə solo konsert verəcəm Respublika Sarayında. Nə bilim, bir gözəl, bir dəhşət gözəl bir mahnı yazdıracağım. Bir nə bilim, başqa maraqlı bir şeylər edin də. Nə deməkdir sənətdən gedəcəm? Gözəl bir canlı konsertlər edin. İnsanlar gəlib dinləsin sizi. Özünüz haqqında hər biriniz yüksək fikirdəsiniz ki, biz böyük sənətkarıq, biz dahiyik, biz etalonuq, biz nə bilim, nəyik. Hamınız gözünüzü bərəldə özünüzü reklam etdirirsiniz. Sara Səfradan bu qədər. Bəsdir, bizi yordunuz. Bəsdir də özünüzü təriflədiniz.